İkinci bölüm, 4-cü fəsil. Nəcabətlik və zənginlik. İlahi peyğəmbərlər zəngin ailələrdən olmayıblar. Dahi şəxsiyyətlərin böyük əksəriyyəti kasıb daxmalardan cəmiyyətə çıxmışlar. Alim dostlarımdan biri naz-nemət içində dünyaya gələn ailəsinin hörməti sayəsində uca məqamlara çatan şəxslər haqda deyirdi. Bəziləri anadan xoşbəxt doğulurlar, filankəs də xoşbəxt dünyaya gəlmişdir. O, xoşbəxtliyi atanın sərvəti və ailə heysiyyətindən asılı bilirdi. Elə bir sərvət ki, uşağı bir müddət cəmaatın gözündə əziz edər, iş və fəaliyyət istirabından ehtiyatsız edər. Biz əziz dostumuzun bu fikrini tam və bir mənalı şəkildə qəbul etmirik. Doğrudur ki, ata-ananın nəcabəti, şərafəti və ailənin sərvəti insanın təkamülünü asanlaşdıra bilər, insana böyük kömək dəyə bilər. Amma bir məsələni unutmayaq ki, əgər nəcib ailədə böyümüş gəncin hissləri və meyilləri düzgün istiqamətləndirilməsə, kasıb ailədə böyümüş şəxslərdən çox aşağı və zəlil vəziyyətə düşər. Atanın dövləti və ailənin nəcabəti o vaxt insanı əbədi xoşbəxtliyə çatdırar ki, insan tənbəlliyə, əyyaşlığa, ruhi və əxlaqi sapqınlıqlara düçar olmasın. Təəssüflər olsun ki, çox az hallarda Allah Taala'nın bəxş etdiyi bu nemətlər doğru yolda sərf edilir. Çox vaxt bu amillər düzgün istiqamətləndirilmədiyindən lazımi nəticəyə çatmırlar. Tarix sübut edir ki, ilahi peyğəmbərlər varlı ailələrdən olmamışlar. Böyük şəxsiyyətlərin çoxu kasıb ailələrdən ictimaiyyətə qədəm qoymuşlar. Hətta deyilmişdir ki, kasıblıq xüsusi şəraitdə dahilik beşiyidir. Böyük şairlərdən Xatəmüş-Şüəra ləqəbli Həmasə və bir sıra dəyərli kitabların müəllifi Əbu Təmmam kasıb ailədə doğulmuşdur. Uzun illər yaşayış xərclərini təmin etmək üçün su satmaqla məşğul olmuşdur. 6-cı hicri əsrində İslam coğrafiyası haqqında yazılmış ən dəyərli kitablardan olan Mücəmül Buldan kitabının müəllifi Yaqut Həməvi qul olmuşdur. Onun 10 cildə dərc edilmiş bu kitabı keçmişdəki şəhərlərin tanınmasında ən böyük mənbələrdən biridir. İbrahim Həməvi onu ticarət məqsədi ilə şəhərlərə göndərirdi. O, öz səfərlərində şəhərlərin təbii və coğrafi vəziyyəti haqqında qeydlər aparırdı. Nəhayət bu qeydləri cəmləyərək kitab halına salır. Əmir Kəbir aşpaz oğlu idi. O, hakimlərin zülmünü dadmış bir tayfanın arasında dünyaya gəlmişdi. Bu əzab-əziyyət onu güclü və özünə güvənən bir şəxs kimi tərbiyə edir. Sir Thomas Lawrence işsiz bir şəxsin oğlu idi. O, güclü istedadı sayəsində 5 yaşında asanlıqla şeir əzbərləyirdi. 16 yaşında Cilvə bayramı rəsmini çəkmişdi. Buna görə də dünyanın mədəniyyət təşkilatlarının hədiyyəsini qazanmışdı. Napolyon deyir, gəncin əlində olan var-dövlət özünü və ailəsini öldürən bir silahdır. Burada ərəb şeirlərindən birinin diqqətinizə çatdırıram. Gənclik, işsizlik, sərvət, inanın, insanın məhvinə səbəb olacaq. Qeyd etdik ki, bu təbii nemətlər düzgün istiqamətləndirilməsə, insanın zərərinə tamamlanır. Mühüm olan düzgün istiqamətləndirilməsidir. Deyirlər, bizim kasıbçılığımız sənayedədir. Nə qədər ki, dünyanın qiymətli malları Yaponiyaya axışırdı, bu millətdə sənaye yox idi. Xaricin qapılarını ölkəsinin üzünə bağladığı və onların baş nazirinin Yaponiya milləti öz əli ilə ayaqqabı tikməyincə bu millət ayaqyalın qalacaq dediyi gündən etibarən Yaponlar siyasi və mədəni sahələrdə fəaliyyətlərini gücləndirdilər. Xam mallarını dünya bazarına çıxartdılar. Şekspirin əsl nəsəbi dəqiq məlum deyil, amma deyirlər atası qəssab olub. O, uşaqlıqda yun əyirirdi. Şekspir məktəblərin birində xadim işləmiş, sonralar isə müdirin katibi olmuşdur. Bu duhada bəşərin bütün təcrübələri cəmlənmişdi. Şekspir sanki bütün ixtisasları bilir və bu sahələrin hər birində bir müddət işləmişdi. Onun dərrakəsi, mütaliəsi və təcrübəsi onu ədəbiyyat aləmində ağılları heyran qoyan qiymətli əsərlər yazmaqda müvəffəq etdi. Amerikanın keçmiş prezidenti Andrew Jackson ağlı və idarəçiliyi ilə tanınmışdı. O, Vaşinqtonda söylədiyi nitqində dərzilikdən prezidentliyə qədər keçdiyi mərhələləri bəyan edir və hamını təəccübləndirir. O deyir, bəziləri məni dərzi olduğuma görə təhqir edirlər, amma mən dərziliyi ar bilmirəm. Dərzi olduğum müddətdə əmanətli və fərasətli olduğuma görə dillər əzbəri idim. Müştərilərin paltarlarını vaxtında təhvil verirdim. Onlar işimdən razı idilər.
Biz həyatda bəzi nəcib insanlar gördük ki, onları düzgün istiqamətləndirilmədikləri üçün bu gizli sərmayədən az da olsa istifadə edə bilmədilər və bədbəxt oldular. Amma bunun müqabilində bəzi gəncləri də gördük ki, öz zəhmətləri ilə ələ gətirdikləri amillərin sayəsində tərəqqi nərdivanından yuxarı çıxıb uca məqamlara nail oldular. Tarixin əxlaq, maarif, siyasət və sənaye sahələrində yetişdirdiyi şəxslər fitri ləyaqət və zəhmətləri ilə tarixi şəxsiyyətə çevrilən şəxslərdir. Onlar bu məqamı kəsb etməkdə öz batinlərindən, Allahın onlara bəxş etdiyi gücdən başqa heç kimdən kömək almadılar. Son.